İnsanlar gərək heç vaxt yaşlanmaqdan qorxmasın. Bu problemin qarşısını almaq mümkünsüzdür. Ondan heç vaxt qorxmaq lazım deyil. Publikas xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. Sənətçi hesab edir ki, qadının ağıllı və maraqlı olması onun neçə yaşında olmasından daha əhəmiyyətlidir. Milyard illərdən bəri bütün qadınlar, elə kişilər də bu qorxunu adlayıb keçiblər. Amma maraqlı qadın olmaq daha gözəldir, deyə xalq artisti sözlərinə əlavə edib. Xəzər telekanalında yayımlanan X maqazin proqramı məşhurlar arasında sorğu aparıb. Onlar tanınmışlara kişilər niyə xəyanət edir sualını ünvanlayıblar. Müğənni Xatirə İslamın isə cavabı diqqət çəkib. Sənətçi kişi xəyanətinin səbəbkarını qadınlarda görüb. Sevməsə xəyanət edər. Bəlkə xanımı çox danışqandır, ona görə xəyanət edir. Əgər kişi xəyanət edirsə, günah qadındadır. Namiq Qaraçuxurlu da avtomobil həvəskarı olan məşhurlardandır. Millas xəbər verir ki, ifaçı bahalı maşınlarda çəkdirdiyi fotolarla diqqət çəkir. Namiq Qaraçuxurlu bahalı avtomobillərlə yanaşı antik maşınlara da həvəs göstərir. Müğənni Nadir Qafarzadə oğlu ilə fotosunu yayımlayıb. Axşamazın məlumatına görə bu şəkli Instagram səhifəsində yerləşdirib. Sənətçinin paylaşımına 5000-ə yaxın bəyənmə gəlib. Qeyd edək ki, Nadir Sevinc adlı xanımla ailəlidir. Cütlüyün bu evlilikdən 2 oğlu dünyaya gəlib. Müğənnilər Sevil və Sevinc Səfərovalar Instagram hesablarında yeni fotolarını paylaşıblar. Axşamaz xəbər verir ki, bacılar məktəbli qız obrazında çəkilmiş şəkillərini izləyiciləri ilə bölüşüblər. Səfərovaların "Bilik gününüz mübarək, müəllimlərə səbir, şagirdlərə zəka" qeydi ilə səhifələrində yerləşdirdikləri foto 30.000-ə yaxın bəyənmə toplayıb. Müğənni Rüfət Axundov oğlu Məhəmmədlə yeni fotosunu yayımlayıb. İfaçı şəkli Instagram səhifəsində paylaşıb. Onun paylaşımına az vaxtda xeyli bəyənmə gəlib. Qeyd edək ki, Rüfət Axundovun bir qızı, bir oğlu var. Xərçəngdən əziyyət çəkən vəkil Zülfiyə Bayramovadan xəbər var. Millas xəbər verir ki, o sosial şəbəkədə paylaşdığı statusu ilə diqqət çəkib. Ağır xəstəliklə mübarizə aparan Zülfiyənin sözlərini təqdim edirik. Arxana baxmadan get, çünki arxada qoyduğun çətinliklər səni öldürə bilməyibsə, demək gücləndirib. İrəli, daha güclü olduğun halda səni heç nə yıxmaz. Müğənni Elvin Abdullayev xanımı Afətlə fotosunu paylaşıb. Cütlük şam yeməyinə yollanıb. Şəkildə cütlüyün oğlu Tuncay da yer alıb. Elvin Instagrama yerləşdirdiyi şəklə mənim ailəm şərhini yazıb. Aparıcı Vüsalə Əlizadənin qızı Dilək bu il 1-ci sinifə yollanıb. Bu barədə aparıcı Instagram hesabında yazıb. Özü də qızı ilə birgə məktəbli forması geyinən Vüsalə paylaşımına bu sözləri yazıb. Gözəl qızım, səninlə əl-ələ 6 il uğurlu bir yol gəldik. Bugündən yolumuz daha çətin, enişli yoxuşlu olacaq. Bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim. Dünyanı səninlə kəşf etdim. Allahımdan tək istəyim həyat sınağından səni alın-açıq, uzağa çıxarmağıma möhlət verməsidir. Bugünkü həyəcanın dadını heç vaxt dadmamışdım. Sevinç dolu hisslərimi göz yaşım isladır. Xoşbəxtlikdən ağlamaq buna deyirlər. İlk dərs günün mübarək. Müğənni Şəbnəm Tovuzlu Yaşıl Teatrda boş tutan konsertinə həyat yoldaşının helikopterlə nəzarət etməsi ilə bağlı verdiyi açıqlamadan danışıb. Biqas xəbər verir ki, Şəbnəm belə bir açıqlama verdiyini təsdiqləsə də, bunu zarafatla söylədiyini deyib. Məndən soruşdular ki, konsertə kimlər gələcək? Mən də cavab verdim ki, ailə üzvlərim, qohumlarım. Sonra soruşdular ki, həyat yoldaşınız da gələcəkmi? Zarafatca cavab verdim ki, o da helikopterlə yuxarıdan nəzarət edəcək. Bəli, həyat yoldaşım konsertdə idi. Arxa sırada əyləşmişdi. Qeyd edək ki, Şəbnəm Tovuzlunun konserti 2 gün öncə keçirilib. Tanınmış müğənni Tacir Şahmaloğlu ilə dayısı Nurəddin Əliyev arasında qalmaqal yaşanıb. Belə ki, dayısının Tacirin 3 evi var. Niyə anasını aparıb yanında saxlamır deməsi müğənnini özündən çıxarıb. Yenicə Xaza açıqlama verən Tacir Şahmaloğlu məsələyə belə aydınlıq gətirib. Mənim 3 yox, cəmi bir evim var. O da anama qurbandır. Neyləyim ki, anamın ürəyi o ev istəyib. Qaldı ki, dayıma onun ağlı özünü idarə edə bilmir.
Məktəb illəri hər kəsin həyatında olduğu kimi, məşhurların da həyatında unudulmaz bir iz buraxıb. Baku WS açıqlama verən rəqqasə Fatimə Fətəliyeva uşaqlıq xatirələrini danışarkən ortaya maraqlı və məzəli nüanslar çıxıb. Məktəb illəri hər kəsə əziz və doğmadır. Mən Sovet dövründə təhsil almışam. Məktəbdə çox dəcəl idim. Elə o vaxtdan rəqs etməyi çox sevirdim. Uşaqlıqdan çox pozitiv qız olmuşam. Cəmaatın başına oyun gətirərdim. Bizim Sabir adlı bir informatika müəllimimiz var idi. Onun dərsindən əvvəl tənəffüsdə pol ağacını sinfin qapısına bağlamışdım. O içəri girəndə pol ağacı dəydi başına. Başı qanadı, özündən getdi. Sabir müəllim rəhmətə gedib. İndi həyatda olsaydı, öldürərdi məni. Bakı vaxtı ilə verilişinin yeni mövsüm anonsu yayımlanıb. Baku WS xəbər verir ki, veriliş sentyabr ayından ATV-də efirə gedəcək. Tədbirlərin birində kameraya tuş gələn verilişin müəllifi və aparıcısı müğənni Roza Zərgərli məlumatı təsdiqləyib. Verilişin bu mövsüm sentyabrın 22-sində saat 23-də start götürəcək. Bakı vaxtı ilə ATV-də yayımlanacaq. Bu dəfə də görkəmli sənətkarlar haqqında danışacağıq. Amma bu mövsüm daha maraqlı olacaq. Verilişdə bir çox gizli məqamlar ortaya çıxacaq. Dəyərli sənətkarların yolunu kəsənlər, onları səhnədən uzaqlaşdırmaq istəyənlər, mane olanlar və s. Hər kəsi Bakı vaxtı ilə verilişini izləməyə dəvət edirəm. Qeyd edək ki, sözügedən veriliş ötən mövsüm Lider TV-də yayımlanırdı.